Əgər sizin də hər hansı bir formada depressiv şikayətləriniz varsa, yəni əhval-ruhiyyəniz yoxdur, yuxudan ayılanda gümrah ayılmırsınız, gecə yuxuya rahat gedə bilmirsiniz, iştahınız yoxdur, həyatdan həzz ala bilmirsiniz, zövqünüz artıq azalıbsa, həvəsiniz azalıbsa, iradəniz zəifləyibsə, bunlar hamısı depressiyanın müxtəlif əlamətləridir. Onun yaranma səbəbi nədən ibarətdir və necə həll edək? Bu depressiyadan necə çıxım ay doktor soruşanlara bir dənə ismarıc verim. Depressiyaların 10%-i daxili xəstəliklərdən ibarətdir deyən onu psixiatr psixotrop preparatlarla müalicə eləməlidir, amma 90%-i psixogen depressiyalardır. Nə deməkdir psixogen? O deməkdir ki, həyatınızda hansısa vacib bir hadisə baş veribdir. Sizin üçün vacib olan hadisədə siz özünüzü o mövqedə tənqidi fikirlərlə qiymətləndirmisiniz. O fikir sizin fikrinizdir və sizinlə bu günə qədər yaşayır. Ona görə hadisə baş verdi, mən depressiyaya düşdüm deməyin. O hadisədən sonra mən özümü depressiyaya saldım desəniz daha məntiqli olar. Psixoloqun birinci işi ondan ibarətdir ki, hansı hadisədən sonra həyatınızdakı baş vermiş vacib anlardan sonra siz depressiv haldasınız, onu aşkarlasın. Ondan sonra o hadisədə siz özünüzü necə qiymətləndirdiniz? Bax, onu aşkarlasın, o fikirlərdən sizə azad olmağa kömək göstərsin. Bax, bunu qiymətləndirmək üçün ən aşağısı birinci diaqnostik konsultasiya qeydiyyatdan keçə bilərsiniz. Aşağıdakı qeyd olunan nömrəyə müraciət edə bilərsiniz.